Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılarımız, xoş gördük sizi. Bəli, bu dəfə də Cənub bölgəsindən sizləri salamlayıram. Gələ-gələ çəkilişlər eləmişəm, göstərdim. Yenə də aram-aram göstərəcəm. Möhtəşəm bir əraziyə malik olan gözəl Lənkəranın, Xan Lənkəranın kəndlərindəyik ki, bu kəndlər də zamanında qaynayıb qarışan kəndlərdən olub. Zamanında, belə deyək, çox önəmli kəndlərdən biri olub. Amma digər müasir dövrdə şəhər mühiti, şəhər amilləri məhz kəndlərin, bəzi kəndlərin boşaldığı kimi Lənkərandan da yan keçməyib. Gedəcəyimiz kənd hələ var, amma gəldiyimiz yol göz önündədir. Yolsuzluq açıq deyək göz önündədir. Düzdür, biz bura gələndə mən aşağı hissədə kəndin adlarını çəkdim. Dedim, Biləsir kəndindən sonraki kəndlər, düzdür, kəndlərin adı çox yadımda qalmır. Çətin adları var təbii ki və sağ olsunlar, bütün hamısına təşəkkür edirəm ki, gəlin biz aparaq deyərək qonaqpərvərliklərini göstərdilər. Axır ki, elə Eldos müəllimlə gələsi olduq. Eldos müəllim dedi, onsuz da mən bu yolu gedirəm Amil bəy. Gəlin sizi mən özüm apararam. Elə yol boyu da səbəbini demişik ki, bizim niyyətimiz tarixi obaların, bu gözəl mənzərəli yerlərin görün. Həm burası da gözəldir, həm də bax o meşəni göstərsin Çingiz, gəl zəhmət olmasa. Görün, bax bu ərazidə indi biz hər tərəf meşədir. İndi gələcək kəndlər buradan tam düşməyəcək, amma göstərəcəyik sizlərə. Baxın, bu gözəlliyə malik bir obalardan gedir söhbət. Talış Türk obalarından gedir söhbət ki, doğrudan da adamın tükləri biz olur. Bilmirəm, bəlkə də yolu olsaydı, bəlkə də yolu normal olsaydı, bugün insanlar iş bəhanəsi ilə, hətta belə deyək, getməzdilər. Bugün insanlar öz dədə-baba yurtlarında qalardı. İndi yolun çəkilib çəkilməməyi də, mümkün olub olmamağı da bir başqa mənzərədir. Amma bir tarix danışacaq. Özdə gedəcəyimiz kənd var ha. Mən dünən bir neçə nəfərdə məlumat aldım. Dedilər, çox qədim kənddir. Sadəcə olaraq bəzi məsələlər var da, qədimliyi ilə bağlı nəsə tapılması və s. Bunlar gec baş tutub və yaxud da baş tutmayıb. Belə sətr altı deyim, ona görə sübutlar azdır. Hər halda bu boyda gəldiyimiz məsafədən bilinir ki, elə bu ərazilərin ən qədim kəndlərindən birindəyik. Bir sözlə gəlmişik Lənkərana. Qaynar xəttimiz də var. Bəzən mənə deyirlər ki, bizim də kəndlərimizdə olun, tarixə köçürdün. WhatsApp nömrəmizə yalnız yazın ki, zəhmət olmasa biz mesajlara baxanda sizə dönüş edək. Bir sözlə xoş gəldim başladı. Sənə mehman olan getdi torpaq, anam əmanəti, əmanəti. Anam getdi, sonam getdi, əhvalımı soran getdi. O yurdu boş qalan getdi, torpaq anam əmanəti. Şəhərə yurdu ağlar qaldı, neçə-neçəsinə dağlar qaldı. Bir daha deyirəm, bu keçilməz yollar da var. Təbii ki, şərait də bəllidir. Eldos müəllimə təşəkkür edirik. Orada onsuz da danışacağıq, çoxlu danışacağıq. Məktəb direktorudur. Özdə yol boyu bir daha əmin oldum ki, müəllimlərimiz var ki, doğrudan da işini də sevirlər, peşəsini də sevirlər. Mənə desələr ki, bu boyda ərazini get, bir tarix müəllimi olaraq həftədə bir dəfə heç olmasa dərsdə getmərəm. Vallahi sizlərə halaldır, bu müəllimlərin qədrini bilmək lazımdır. Yolcu, necə deyərlər, yolunda gərək, hələ də yolumuz var. Amma bura kənd sovetliyi gedir, hə müəllim? Orada danışacağıq onsuz da. Bəli, bura Biləsir İnzibati Ərazi Dairəsidir. Eldos müəllim danışacağıq, həm müəllimdir. Hər gün bu yolu gedib gəlir məktəbə, hə? Hər gün yox, həftənin birinci günü səhər saat 7-yə işləmir. Buradan çıxıram, saat 8-in yarısı artıq iş başında olur. Ay maşallah. O da bir sevgidir ha, bu boyda yolu getmək. Artıq mən öyrəşmişəm. Öyrəşmişəm. İnanın ki, getməyəndə darıxır. Gözlər. 21 ildir, hə? 21 il. 21 ildir. Maşında sözünü deyirəm müəllim. Qoymayıb bu yollarda sizi? Yox, çox maşın dəyişmişəm. Bu, bir ayını götürmüşəm. Eşitdim dünən bir yer var, məkan var, maşın oranı da ziyarət edeyim. Hə, eləyib.
Olur da. Müəllimlərə dəymək olmaz. Müəllimlər bir zərdir, bir Allah qiymətdir. hamının canını sağ eləsin. Müəllimləri incidənlər bilməlidir ki, ümumi olaraq deyirik ya bunu. Onların o vəzifədə oturmasının səbəbkarı da müəllimlərdir. Bəli, zaman var idi ki, gördüyünüz bu ərazidə insan əlindən, izdihamından dayanmaq olmazdı. Dünən dedilər mənə, dedilər get mərkəzə doğrudan da. Amma indi gördüyünüz bu kənd əsas da bu dönəmlərdə çox təəssüf ki, belə həm yolsuzluğu da deyirəm mütləq qaydada, həm də azalmanı hiss etmək olur. Qədimi kəndlərdən biridir. Hər vaxtınız xeyir olsun. Selamünaleyküm. Xoş gördük. Hoş gelmişsin. Can. Biz gece gündüz senin verilişine bakırız. Allah canını sağ eləsin. Senin ayağın altında. Allah eləməsin, öyle deme, Yok, öyle deme. sen Allah köməyiniz güzel olsun. adamsan. Can, Allah Həmişə köməyiniz biz olsun. senin verilişine bakırız. Allah ömür Allah versin. Teala həmişə sənin üçün belə hoş günler yetirsin. Çok sağ ol. Nərdim azarlardan uzaq olaq. Əsas o. İlahi amin, ilahi amin. Deyirəm, zaman vardı bu kəndin eşitdim qaynayıb qarışan vaxtlar olub. Bəli, Yaş neçədir? Adınız nədir? mənim adım Asab Ali'dir. Əsəb, nə? Asab Ali. Əsəb Əli yoxsa? Asab Ali. İndi əsəbi mənasında? Yox, yox, yox. Asab Əli. Bəli. Asab Əli. Bəli. Əli dayı da deyə bilərik də sizə. Nə deyirsən, qəbul. Təkidir, hə? Təkidir, nə deyirsən, Əli dayı, qəbul. zaman varmış qaynayıb qarışıb buralar. Bəli. Bax görürsən bu evləri. Gedəcəyik sizlə bərabər. Gedərik. Onun o tərəfində də var. Boş qalıb, Amma hə? İndi hamı bura şərait olmadığı üçün. Aysa, yolsuzluq. Yolsuzluq, bir dənə bağışsız burada cahil yoxdur. Görürsən? Bu qəşəng kənddə hamı. Mən özüm də köçmüşəm. Mənim evim budur, o da. O iki dənə ev var. Bəli. İndi hərdən gəlirəm, biraz xəstəyəm. Allah şəfa versin. Sağ olun. Gəlirəm. Mən dünən də sizin verilişə ancaq sizə baxıram. Aha. Qurana and olsun. Ancaq sizə baxıram. Bax o maçda and olsun. Sizin o sözləri elə bilgilən balla verirsən adama. Ha, hamı bunlar gediblər. Şərait yoxdur. O dövlətin marşrutu bir yerə işləməsə, indi bax mən özüm, Yolsuzluq əsasda. bəli, yol yoxdur. Bir dənə dükan yoxdur. Bir dənə çayçı yoxdur. Vay. Yoxdur da. Amma zamanında ən məşhur kəndlərdən biri Sənə olub. qurban olum. Görürsən o məntəqə olub burada. Gedəcəyik. Ən məşhur bura, ən birinci yer olub. Məktəb burada qabaqda olub, indi gedib baxacaqsınız. Orada da azalma, uşaq yoxdur. Gəmi 5 dənə 4. Ona görə ki, hamı cəmaət buradan gedib, köçüb gedib. Yoxdur, hamı indi bunlar da indi 3-4. Təsir eləyirmi Əli dayı sizə bax bu addımları? Halbat da təsir edir. Dədə baba yurdu. Təsir edir baba mənə. yurdu. Bəli. Bax görürsən bu evi. Hardasa bir 14 dənə bunun uşağı var, qızı var, nəvəsi var. Hamı burada köçüblər. Gəl düşə aşağı. Ən çox neçə uşaqlı olub ailələr? 13, 13, 10, 14, 8 belə olub. Hamı köçüb gediblər. Gedənlər də ki gedir harda qalırlar? Bakıda yoxsa Lənkəranda? Lənkərana gedirlər, Bakıya gedirlər, kirə. Evlər də qalır bomboş. Evlər qalır, şərətsiz. Mən tütəlim burada olsaydım, Gedək. valla, mən də indi ev tikmişəm Hirkan qəsəbəsində. Mən hələ özüm səni and verirəm Allaha. Bir dəfə məni öz verilişə 2 dəqiqə qəbul elə. Söz verirəm sənə. Sənə qurban olum. Allah Bax, yayda gəl bura. Bir gün sənin üçün nə istəsən canım sənə qurban. Can. Ancaq məni bir dənə Söz verirəm. Kəndi tarixə köçürdük, sonra gələn həftə səni verilişdə gözləyirəm. Sənə qurban olarım. İndi bu kimin evi oldu dedin? Bu Baxşəli vardı, icra başçı olurdu, icra başçı əvvəl. kənd icra başçısı olur. Aha. Bunun evi odur. Bunun uşaqları hamı Göstərək, danışdıqca göstərək. tümündədir. Amma indi ev qaldı elə İndi dağıldı. ev, bax, burada. Uşaqlığın keçibmi o evdə? Uşaq, mənim bibimin ərisidir bu. Birinin əri. Bəli, bibimin yoldaşı olub. 2 dənə ev aşağıda da var. Onlar da gediblər, tümündə olurlar. Ancaq şərətsizə görə. Amma istəyərdin ki, dədə baba yurdun təmir eləsin. Mən indi də gəlsin. istəyirəm. İndi də orada girmə olmaz sənə Hadi qurban. desən oradan gələk, gəl. Ha, indi də istəyirsən. Ha, indi də istəyirəm. Mənim bax atam Ha, bu nə kabellərdir belə? Nə Bunlar- naqillərdir? şey çəkiblər. Əlini vurma. İndi Səryandır, hə. işləmirlər bunlar. Hamı kəsiblər. Ha. Bu stulvalara baxırsan, indi təzə gətiriblər, biraz o qədər olmaz. Yenə yenilənir. Ha, yeniləri yox. Dedik bu Bəxşəliyev kimin evi olub? Bu Baxşəli, Hadi Baxşəli'nin Hadi evidir. Baxşəli'nin Bəli, evi. bunun evi olub. O İndi Əli dayı buradan 12-13 uşaq çıxıb bu evdən. onun o Kim tərəfində göstər- də onun oğlu var. Oğlunun evi var. Elə də qalıb. Onun o tərəfində onun qardaşı Gedəcək indi ora gedəcək. Gedək. Yəni deməm odur ki,
mehribanlığa baxın ki, balaca bir evdə o doğmalıq indi yox olub. Görürsən, indi yoxdur. Siz neçə uşaq olmusunuz? Biz 6 uşaq. 6 uşaq. Bəli, 4 qardaşıq, 2 O var. hardan düşəcək o Buradan tərəflərə? gedək, buradan gedək. Hardan deyirsən? Hə, buradan keçək, hə? Biz gedirik yavaş-yavaş. Aha, qoy bir operatorumuz keçsin. Siz də az olmusunuz deyəsən 6 uşaq. Ha, bizim... Allah Taala həmişə hər kəsin ürəyincə versin. Ay, ay. Əlini ver Həl, mənə. yox, yavaş-yavaş. Hə, deyəsən qocalmamışam da hələ, hə? Yox, qocalmamışam. Ancaq biraz mən də Bakıdaydım, 3 gündür Can, gəlmişəm. belə indi nəvə nəticə varmı elə onu soruşaq. Nəvəm var, Bakıdadır, nəticəm də var. Nəticə də var. Yaş neçədir Əli dayı? Mənim 69 yaşım var. Yəni indi 69 yaşda nəticə də görürsən. Nəvəm var. Nəvə, Nəvəm, bəli. Nəvəm. İnşallah nəticə də görərsən. Ya qisməti nəsə. Arvad var mı arvad? Arvadım da var. Sən Allah, yaxşı baxır mısın? Arvad məni saxlayır da. Arvad ki olmasa Sən kişi nəyə gərək? Doğrudan. Valla, mən arvaddan belə yox, belə razıyam. Sən Allah. Qurana and olsun. Bəs indi bu da yaxşı maarifləndirici bir məqamdır. Arvadın bələyi deyirlər, bələk. Hə. Onu mən tərpətmişəm, sonra gətirmişəm. Yəni o dərəcədə. Bəli, bəli. Hər gün deyirəm o. Qurana and olsun deyirəm. Elə deyirəm. Neçə yaş balacadır? Məndən hardasa bir 4 yaş. Bəs beləyə nətər tərbiyyətmisən? Əvvəl bicar olurdu. Buradan arvadlar gedərdilər bicara. Hardasa 3 kilo, 4 kilometrə gedərdilər. Çatik əkməyə. Onlar da indi uşağı indi görürsən ki, bu arvadlar otururlar hərə bir dənə. Sənə verirdilər uşağı bax. Ha, uşağı orada. İndi arvadlar hərə bir dənə telefon götürüb, 2-dən 1-ə düşmür. Gedərdilər, bax, xəmir də bilerdilər, çörək də bişirərdilər, mal da saxlayardılar, tövlə də süpürərdilər. Ona görə bu kəndi təşkil Bəli, edilər. ona görə ha. Ona Mənə bax indi, yəni bu qədər arvaddan razısan, xoşuma gəldi. Vallahi Allah'ın düzü məni arvad alda saxlayır. Qədrini bilirsənmi? Ha, hər şey şəhərə gedərəm, nə Evin istəyəcəm. yuxarıdadır. Evim yuxarıda. İndi arvad evdədir. Gedərik bir dənə çay Gedərik, içərik, yaxşı. bizim Qulaq evimiz. as, onda kimin sözü keçir evdə? Mənim, Hə, bax o yaxşı cəhət. o mənim. Mən dedim bir də olacaq. Sizə an verirəm Allah, gedərik biz də. Gedərik də bir kəndi Sənə çəkə qurban görək. olum. Bu ev nə hala düşüb, bu ev nə hala düşüb. Vay 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 vay. Amma sağlıqlarına qismət, yaxşı da imkanları var imiş da. İstəsələr qərb eləyərlər. İcra başlı işləyirdi əvvəl. Əvvəl, indi görürsən. Bəlkə küsüb gedib kənddən. Yəni Yox, budur. yox. Bu elə burada rəhmətə getdi. Hə, ondan sonra ev düşdü bu hala. Bəli, bu daha uşaqlar da hamı keçdi, getdilər. Bu ev düşdü bu hala. Nə işlə məşğul olurdular? Malqaraydı da burada təsərrüfat, hə, Əli dayı. Əvvəl kolxoz olurdu da. Savxoz olurdu. Savxozda işləyirdilər. Pomidor əkirdilər, bax düz udaq. Qeyri-adi kəndin görüntüsü var. Çingiz bir dairə vur zəhmət olmasa. Mənzərəsi bir başqa da bu kəndin. Oradan gedərik, çəkərik. Çox qəşəng mənzərəsi. Cavanlığı keçib bu dağlardan. O, de uda. Ora kimi qalxmısan. Hamı. Yəni hamısını qalxmışam deyir, Hamı qalxmışam. Yayda burada gəlirsən, cənnətdir bura. Vallahi. Kəşki tərk eləməyərdilər. Kəşki qaynayıb Sənə qalxardı. qurban olum. İndi bir dənə maşına deyinən, maşınlarda da şey yoxdur. Onlar benzin tökürlər. Deyirəm ki, sən yox mən. Deyirəm, xəstəyəm, məni apar. Deyir qardaşım, heç olmasa bir 50-60 saat bir aparıbsan. Onlarda da günah yoxdur. Onun şəxsi maşını. Bir saatdan çoxdur yol gəlir hələ Lənkərandan bura. Bax bu yolu, ancaq qarzad olanda müsibət olur. Ha, Gəl. müsibət olur. Vallahi, amma indi 5 şagird. Sizin dövrünüzdə məktəbdə nə qədər uşaq var idi? 32 dənə. Hələ sinifdə. 2 sinif olmuşuq, A, B sinifi. Hətta. Bəli, indi yoxdur. Yəni hələ bir sinifdə 32 Bəli, uşaq, bəli, bəli. amma indi ümumi məktəbdə 5 Ümumi uşaq. məktəbdə 5 uşaq var. Bu biz buradan gedərdik Biləsərə. İndi onda belə çıxır ki, o məktəbdə yox idisə bir 500-600 şagird olur. Var idi, Biləsər kəndi idi, Biləsər kətdə idi. İki orada çıxmışdı da gəlmişdi. 2 sinif, A, B sinifi olardı. Allah, vallahi dəhşət. Bu da kimin evi olub? Bu da onun oğlunun Adın evi. deyə, evi. Məhrəm Əli. Məhərrəm Əlinin evi Bəli, olub. bəli, kümündə deyil. O da gəlmir hə daha. Gəlmir. Qapı açıq damma elə bil. Bəli. Gəl. Həm də qohumlarındır. Bibi oğlu. Sizin evlər də qeyri-adidir. Ha, nədən tikilib ən çox Əli dayı? Bax, ağacdan tikilib, daşdan. Aşağı ağacda, yuxarıdan daş. Torpaqdan istifadə edən misiniz? Torpaqdan istifadə edirik, bəli. Bir tane buranı keçək. Eyb yox, bir tane gələcək quru palçıqda onsuz da. Hoppa. Hə, de Məhərrəmin. Məhrəm Əli, bəli. Bəli, o İndi burada. uzun illərdən sonra bərabər girəkmi evlərinə? Yox. Girmək istəmirsən. Özü dağılır.
Yox, nədən, yəni o xatirələri yada salmaq Bu istəmişsən? yad o heç o ha gəlir. Elə belə bir baxaq buradan. Gəl. Böyük otaq, şəbəndi də var imiş ha. Bu qəşəng ev, bir də götür. Ha. Görsən nə hala salır bu ev. Allah Allah, çox qəşəng. Doğrudan deyirəm ha. Biz Lerikində kəndlərində olmuşuq, cənub zonasında, yeri gəlsə Masalında da. Amma bu kəndin başqa bir ab-ı havası da var. Yəni hər dəfə bu rəngləri görəndə, bu ab-ı havanı görəndə mən mütləq qeyd edirəm. Dönəmin məşhur evləri olub ki, indi 10 illərdir ki, bu formada boş qalıb. Neçə uşaq olub görəsən bu kişinin də? Həqiqətən bir 4 uşaq oldu. 4 uşaq oldu. Amma indi pəncərələr bu formada, ev qalıb bomboş, 1-2 otaq. Aşağısında da yəqin dam kimi istifadə ediblər. Aşağı da ev olub yoxsa dam olub? Dam ay sağ ol. Bir şey buyurdular. Ehtiyatlı ol bayama, ehtiyatlı ol. Özdə ki, yuxarısına kimi bax, taxtadan istifadə olunub ha. Həm sərin, həm isti qalması. O vaxtın kişilər də biliblər nəyi necə eləmək lazımdır. Çox təəssüf. Laylasını çalanamın, şirin şeker balanamın. Sen könlünü al anamın, torpaq anam emaneti. Kıyma ki ruhu incisin, çektiği ah incisin. Ömrümün birincisin, torpaq anam emaneti. Qəlbimdə min arzu qaldı, hələ neçə yazı qaldı. Oğlu qaldı, qızı qaldı, torpaq anam emaneti. Görsən insanlar necə çətin şəraitdə yaşayır, yol yox. Operatorumuz Çingizdir bu arada. Belə əziyyət çəkirlər. Bu çayların adları olmaz dedik də, hə? Yəni Adı. İçməli sulardır müəllim bunlar. İçməlidir, bolaq suyu. İndi təsəvvür edin, qar yağır və müəllim dərsə gedir. Biraz əvvəl dedi, birinci günə gedir, 5-ci günə kimi orada dərsini deyir. Həm də direktordur. Bir dəfə sizin verilişə müraciət eləmişdim məktəblə əlaqədar. Məni çəkmişdilər. Yəni özüm Çəkib göndərmişdiniz. Ha, göndərmişdim. Orada verdilər. Çox sağ olsunlar. İndi də özümüz gəldik. İndi bu Adınız nədir? Hadiyev Akif Anvaroğlu. Ha, indi də özümüz gəldik. Ha, ancaq inanmırdım mən. Sağ ol. Vallahi inanmırdım ki, yəni bu kəndə siz gələrsiz Akif inanmırdım. müəllim, deyirlər bu kəndin elə qaynayıb qarışan vaxtları olub. Elə qaynayıb qarışan vaxtları olub ki, amma indi çox evlərin bu vəziyyətdə olduğunu görürük. Bizim ailədə 6 uşaq olub. Yəni 6 uşaq olmuş. İndi baxın, heç burada 15 təsərrüfat qalmır. Hamısı köçüb gediblər. Nəyə görə? Yola görə. Yəni şərait olmadığı üçün, kənddə iş olmadığı üçün çıxıb gediblər də. Yəni başqa şey yox. Təsərrüfat olsaydı, yol yaxşı olsaydı. Görürsünüzmü? Hamısı Bu hamısı Allah ümidinə qalır ha belə. Hələ bu heyvan Meyvələrə bax, üstündə indi hələ bax bu heyvasıdır. Bunun alması, armudu, hər şey var. Amma bazara çıxartmaq qeyri-mümkündür. Yol görürsüz də. Ancaq bu yolu bu son dövrlərdə biz düzəltmişik. Eşitdim onu. Ha, orada sağ olsun bizim Rusiyada uşaqlar bir 10 minə yaxın pul göndərmişdilər. Biz o pulu qoydu, bu yolu düzəltdik. Bu yolda vəbki maşın gələ bilmirdi. Allaha and olsun deyirəm. İndi təsir, nə qəşə səndən ətiri gəldi. Mən- Xanım varmı xanım? Xanım xəstədir. Xəstədir, nə ətirin neyindən dayana Mən- bilmirəm mən burada. əti- Bu mən ə- ətir nə məsələdir? Mən ətirsiz heç bir yerə Sən çıxmıram, Allah. vallahi. Çünki Çox qəşəyi var ha. Çünki mən uzun müddət ziyalı işləmişəm. Allah Kitabxana bilir. müdiri işləmişəm. Kitabxana müdiri. Ha. Ziyalı ailələr çoxdur bu məktəbdə, kənddə daha doğrusu. Hətta çox olublar.
İndi bax bu da bu ziyalı olur. İndi ətri vurdun da əməlli başlı. İyi götürüb buranı. Fikrim yayında əməlli başlı. Baş sigaret çəkərəm, ona görə. Sigaret iyi gəlmir. Yox, Möhtəşəm ətir iyi gəlir. Əziz tamaşaçılarımız özdə bahalı ətirin iyisi gəlir. Ha. Sağ ol. Kim alıb onu? Onu övladım Rusiyada olur, harda gəlir. Adı nədir? Salamlayırıq buradan hamısını Rusiyada olan sizin kəndin ağsaqqalların. Asiman. Asiman'a salam olsun. Davam eləyək. O evlərə də bərabər. İndi ağsaqqallarla davam eləyək. Keçək. Gəlin gəzə-gəzə. Hardan deyirsiniz oradan gedək. Yayda? Yayda. Yayda yaxşı olur bura. Hə? Var ala olur, ala. Bir gün gəlirik yayda. Burada bizə qonaq olur. Heç olmasa bizlə... Nəvəndi mi? Köy Sözündə Yox, kəsirəm. mənim bu... Mənim nəvam. Həsi Akif dayının Akif nəvəsi. dayının nəvəsi. Allah saxlasın. Çox sağ ol. Bir dənə qızı, bir oğlan dedi. İki dənə nəvam burada var. Hə, gəlib babalarının yanındadılar. Baba, Adın nədir? Tosif. Nə? Tosif. Tosif? Tosif. Tusif. Nə maraqlı adlar var. Kimin adıdır qoymusunuz? Valla mən qoymamışam. Otası bu. Xəbərim olmayıb hə o Yox, yox, addan. Tosif, məktəbə gedirsən yoxsa? Şagird azdı amma gedib oxuyursan. Sən Allah köməyin olsun. Akif dayımızın da evidir burada. Bax belə. Ora gördün nə şey gün düşüb ora. Gün möhtəşəm düşüb kəndin aşağısına. Oğlu sağ ol. O düzün nədir? Ancaq nəva, istəyir qız nəva olsun. Nə olub ay Zakirlər, nə edirsən? Deyirəm, nəvələrimi çox istəyirəm, oğlu bu. Mən istəksəm öz nəvəmi istəyirəm. Mən də Ölürəm. nəvam. Oğlumu istəmirəm, mən nəvamı istəyirəm. Nə oğlu? Ancaq hərdən bir mənə ol deyir. Hardan tanıyır nəvə səni görəsən? Bax onu hardan bilir? Bizim sənin adın nədir? Asya. Hə, bax sənin də adın qəşəkdir. Məktəbə gedirsən burada? Can Allah köməyin olsun. Baba aparır gətirir arada soyuqda yoxsa piyada düşürsən? Hərdən apar. Hə, sinifdə neçə uşaq var sizdə? 4. 4 uşaq. Ay vay vay. Müəllimlərinə razısan da, amma çox əzabkeş müəllimlərin var. Gördüm bir neçəsini. Oxuyursanmı dərslərini? Nədir arzun? Həkim ol. Allah qoysun. Allah qoysun. Oxu. Həkim ol. 100% baba deyir ki, qızım, həkim ol, mənə kömək elə. Hə, deyirmi indidən o sözü? Hə. Hə. Sən də doğruluq da O da Aşıq dayının oradan baxır bizə. Salam olsun. Gəlinidir. Can, gəlindir. Yox, çox sağ olun. Allah köməyiniz olsun. Her şey var şükür Allah'a. Can. Can var ol deyir, hər şey var. Allah saxlasın övladlarını. Mektep sizin sayenizde açıldı. Can, var. Məktəbi göstərmişdim o vaxtı. Sonra xatırlatdılar mənə. Çıxış edirəm. Hə, siz danışmışdınız orada. Bizdən bolsuz deyəsən. Hə, Allah ömür versin. Allah artıq evet. Bu da yoldaşdır, hə? Bu mənim yolda ürəyimdir o. Nə qədər istəyirsən, yol boyu ancaq səndən danışır. Deyir, mənim yaxşı ki yoldaşım var. Ürəyi açıldı, kişinin görürsən, nə qədər çox. Denən içim özümü yandırır, çölüm özgəsə. Sən həmişə elə deyirsən, ya indi bizim yanımızda. Yox, həmişə deyirəm mən. Bax ha. O mənim ürəyimdir, həmişə demişəm, Ürəyində olan deyirəm. nə deyirsən. Lakin Bibimi utandırdın, bax, bibimi utandırdın. İndi, canım bibim. Hə, məktəblə bağlı danışırdın, sən danışmışdın orada. Mən danışmışdım, ancaq çox əzablar çəkdim. Siz də bizə kömək elədiniz. Sağ olun. Bəlkə bir 10 dəfə regionun müdürün yanına getmişəm. Axırda ona elə bir söz dedim ki, elə bu çək bunu bilə də bilər. Çəkirəm. Dedim ki, Biləsər məktəbin direktorudur regionun müdürü, ya sizsiniz regionun müdürü. Bu dedim, bu nə söz mənə deyirsən? Dedim, hə, Biləsər məktəbin direktoru istəyir ki, bu məktəbi birləşsin orayla. O alacağım məktəbi orayla birləşdirsin. Sizin ona gücünüz çatmır. Region müdürü sizsiniz də, o deyil axı. Dayı heç nə demədi, dedi təşkil eləyərəm olan nədir? Ay sağ ol. Elədi, sağ olsun elədi. Sağ olsun. Ha, sağ Əsas olsun. odur sağ olsun, vətəndaşa işdir. Ha, eşitdi bizi, çox sağ olsun. Mən minnətdaram bunlara. Çox sağ olsun. Və dediyim kimi kişi də bizə video çəkib göndərmişdi. Gəl danışda xəbərsizdə təqdim eləmişdik. orada zahməti çox idi. Hər Sizin zəhmətiniz də Vallahi var. o sizin sayəsində o məktəb gəldi, o yerinə düşdü. Sağ olsunlar ki, onlar da eşitdiblər sözləri. Yəni Ha. Reklamlardan sonra devam edecek. deməli Akif müəllim, indi nə işləyirsiniz? Ev heç nə, hə, evdə. Pensionirəm də. Pensiyanı alırsan, amma indi Əli dayı maraqlı bir söz dedi. İstəyirəm ki, indi özü də gəlib deyər. Deyir, yəni bir neçə ev var ki, biz istəmirik qapımızda kilitlər olsun. Amma çox təəssüf ki, indi bax evlərin də indi düşəcək aşağı bu formada olmağı təsir eləyər sizə. Bizə çox təsir edir. İminən mənim 75 yaşım tamam olur. Zəfər günü mənim 76
yaşa keçəcəyim. Ay Ayın maşallah. 8-də mənim ad günümdür də, ayın 8-i, maşallah. zəfər günü. Mən indi bu kəndi belə görəndə vicdan azabı çəkirəm. Mən bu kəndi belə görməmişdim. Yəni Sovetin dövründə kənd idi, avtobus işləyirdi bu kəndə. Avtobus da dərc işləyirdi. Ha indi görürsüz heç nə yox. Çıxırsınız, görürsüz nə o dostlar qalıb, nə tanışlar var. Köçüb gedirlər. Zaba bu ev yaşlı köçüb gedir. Bax, Gedək, onlar köçüb gəlin düşək, gedirlər. Əli dayı gəlin. Gəl zəng eləyərsən də gəl qoşul bizə. Arvada bəlkə məlumat verirsən ki, məndən narahat olma. Belə gedərik. Arvad məni çox istəyir. Elə belə gedərik. 45 ildir biz qonşuyuq. Qonşu. Yəni bizdə belə bir şey yoxdur ki, onun ev belə açıq olur. Nə mənim qapıma kilit dəyib indiyə kimi, nə onun qapına. Biz belə şey Vallahi, indi qismət olsa bax. Gedək, davam eləyək. Elə fağır idi ki, o qəlbi qırıq idi ki. Akif dayı, sizlərdə də təndirxana deyəsən ayrı olur evdən, hə? Evdən ayrı. Bax, bu indi təndirxana olar yəqin. yox, o tövlədir. Tövlədir. Olubmu təndirxanalarınız? Burada ulu vəbki yoxdur indi. İndi yoxdur. Bu kimin evi olub? Bu da elə kəndimizdir. O Hadiyev Rəşid olub. Övladları da hamısı köçüb gediblər, heç kim qalmır burada. Özü rəhmətə gedib yoxsa sağ? Rəhmətə gedir, rəhmətə gedir. Rəhmətə gedəndən sonra mı düşür bu evlər bu hala? Ha, bu da böyük ev imiş. Yox, bilsən, rəhmət elə ondan qabaq da o övladları hamısı Rəsiyyədə idi. Hə. Yəni burada Özü rəhmətə gedəndən sonra baxan olmadı. Baxan olmadı, o hamısı köçüb getdilər də uşaqlar. Bax görürsüz, bura baxın. Bu nə ağacıdır? Aa, burada da nar armudu. Aa, yer yurt tökülüb bura. Bunları yığan yoxdur, ha? Çünki yoxdur şərait. Şirindir. Şirin qaçandır. Allah'ın da olsun baldır. Çıxırma bizim tərəsimiz yoxdur. Yəni bir meşhur əgər bir maşına qoça aparır, 10 manat alır. 10 manat Gəl da, yaxın gəl. 10 manat da elə onun maya dəyəridir də. Nə şeydir. Necə israf olurlar bunlar? Hə, hamısı da belədir. Görsən heyva ağacı, quz ağacı, hamısı belə var. Ən çox sizin dövrünüzdə də yəni 5-10 il, 20 il bundan öncə hansı meyvələr satılırdı rayonda? Rayona Bu əsasən kənddə. heyva. Heyva. Hər satır. qapıda var heyva. Hə, hər qapıda var çünki o vaxtı gedirdi, qiymətə gedirdi. Əl dayı deyirəm baldır. Bal da bundan nə deyim sənə? Nə deyim sənə? Bax. Bax. Ancaq görürsən heç bir köpüyə getmir. Əgər bu yerdə olsaydı adam buradan 10 kilo, 5 kilo heç olmasa bir dənə çörək pulu adam qazanardı. Gəl bir dənə kimin evi oldu dedik? Rəşid bəyin evi olub. İndi çox təəssüf ki, artıq da qapısında da yoxdur. Daxil olmağa imkan da yoxdur, amma ev gördüyünüz bu duruma düşüb. Həyətlərdə doğrudan da bax tam səmimi. Meyvələr çoxdur. Yığan yoxdur. Bu meyvələri Allah'ın olsun mən çox təəssüf hissi keçirirəm. Burada da başqa bir mənzərə ilə qarşılaşdım ki, meyvələr Allahın ümidinə qalır. Allah bir bərəkətdir verib bu kəndi üçün. Doğrudan ha, bir bərəkətdir verib. De gəl torpaq da küsər adamdan. Gülür mal qara yiyir də onu. Yəni bunu bazara çıxartmaq deyilmir. Güzel. Mal, hinduşka yiyir, qaz yiyir. Yəni belə bir şeylər yiyir. Yəni biz ondan istifadə edirik. Su işini necə həll eləmisiniz? Bu dağlı yerdən, təpəli yerdən. Bilirsən, mən 1 kilo 200 kilometr, 1 kilo 200 metrə mən su çəkmişəm. Siz yox, əvvəl necə idi bəs? İndi çəkmisiniz də onu. Əvvəl heç bir dənə bulaq var idi bu çayda. Bütün cəmaət yığışıb ondan bezərinə su daşıyırdı. Ha, hardasa bir 500 metrə, 600 metrə, yəni evlərə. Ha, oradan daşıyırdı. İndi yox, indi hər kəs su çəkir. Onlardan biri mən 1200 metrə şaman qalıb gedib su çəkmişəm. Bu əhalinin çəkdiyi azabı heç kim çəkmir. Doğrudan bu kənd başqa. Vallahi deyirəm heç kim çəkmir. Bax bayaq dedim buradan gedirdilər hardasa bir 5 kilometr oldu Bicara. Bicara gedirdilər. Kişilər də, arvadlar da. Bax uşaq da saxlayırdılar. Belə deyildi əksi. İşə də gedirdilər, çörək də bişirirdilər, nahar da. İndi belə şey olar, yoxdur. Bunların çəkdiyi zülmü heç kim çəkmir. Allah, O biraz cahillər də hamı qaçdı getdi. cahillər də. Bu bizim kəndimiz Biləsər kəndi adlanır. Yəni bizim kənd də buraya aiddir. Sovetli Amma bu bura. kəndin özünün adı var da. Bu Seliqavula deyil. Yuxarıda bir kənd var, Alacapin kəndi. Gələcək ora. Ha, ora. Bilirsiniz mənim, Sovetin dövründə
bizim safxozumuz Frunze adına safxoz olub. Frunze adına safxoz Lənkəranda birinci yerdə olub. Yəni işlən xalq olub da, bu xalq işlən xalqdır. Özdə biz burada işləməmişik. Getmişik Portlişdən bu tərəfə bizim sahamız Limandan. olub. O limandan bu tərəfə. Orada sahamız var idi 100 hektar. Orada bizim qızlarımız, uşaqlarımız orada becərirdilər. Pomidor, kələm, kartuşka, nə bilim, hər nə. Orada işləyirdik, burada yox. Ha, gör nə zülmlərlə. Biraz əvvəl, daha doğrusu keçən il mən Lənkəranda olanda, o biri kənddə, Lirikdə daha doğrusu, Lirikdə olanda xanım dedi ki, mən başımda, kürəyimdə o qədər un gətirmişəm. 5 kilometr, 6 kilometr əralıdan. Biz də belə təsəvvür edin. Biz də eləmişik. İndi də gətirir. İndi də var. İndi də bax İndi bax. qar yağanda var ha. Bilətərdən bura ya eşəklə, ya at ilə, ya bellə gətirirlər. Maşın çıxa bilmir. Heç süpürmürlər, bu yolu təmizləmirlər. Xətəbə yolu təmizləmirlər. Maşın gəlir, ona görə biz kənd adamıdır kimsə. Yol verirdik onlara. Sağ ol. Sağ ol. Bazar dükanı işini necə edirlər mənim? Həftədə bir dəfə gedərlər. Bir dəfə düşürlər. Kimin işi olur, biraz tez düşür. Yəni tapşırırlar ki, bir gün sən, bir gün o birisi də belə. Maşın var. Heç gəlib xahiş edən olur ki, ay Eldos müəllim, sən Allah gedəcəksən şəhərə gələndə mənə bu dərmanı al. Bunu elə. Demək olar ki, bütün həftələrdə olur o. Ya oradan gələndə, ya buradan gələndə nəsə tapşırırlar ki, gələndə falan. Bu kəndin xilaskarısınız da bir növ. Valla mən təsəvvür eləyirəm ancaq sizə deyərlər. Əgər elə Buna, mən deyirəm, çünki təsəvvür eləyirəm, bayaqdan yol gəlirik. Allah, Allah, Allah. Hava da yaxşı idi, yağış yağmasa yaxşıdır. Allah sizlərə ömür versin. Amma siz sağsınız ki, hələ ki bu kənd var. Hələ ki sağ ki. Yəni qorxu varmı sizlərdən sonra? Yenə deyirəm, Allah ömür versin, bu kənd ümumiyyətlə boş qalacaq. Qalacaq. Hardasa mən özüm elə bir ildən sonra köçəcəyim burada. Yəni daha yaşaya bilmirəm. Şəhərə köçəcək. Ha, orada oğlum üçün ev tikmişəm, hələ qalıb da yarımçıdır. Mən də köçəcəyim. Vallahi. Daha bir ev boş qalacaq. Ha, bu boş qalacaq. Bilirsən niyə? İndi mənim taşüşlərim gedib Şəkidə bilənə 101-10 illər, bilən 5-5 illər. İndi o taytuş yoxdur da, 2 nəfər, 3 nəfər qalıb. 2 nəfər, 3 nəfər. Burada da elə bir şərait yoxdur ki, gedib əyləşərsən, ya gərək evlərə gedərsən, o da alınmır da. Onu da gözəl dediniz ha. Bax o ağsaqqallara da bu yaşda bu lazımdır da. Bizə indi bu lazımdır. Mənim indi 76 yaşa keçirəm də, indi ayın 8-də. Nə qədər dözməyəcəm. Valla tam səmimi. Getmə çünki öz taytuşlarını tapmalıdılar, damla oynamalıdılar. Yəni də nerdə oynamalıdır? Bu ətrin ilə oradakılar hiss eləməlidir. Çox sağ ol, çox sağ ol, sağ ol. Allah ömür versin. Bu kənddə demək olar ki, göz görə-görə gedir. Gedir. Yəni hətta lap belə deyək, bundan sonra o asfalt da çox şey dəyişməyəcək. Düşünmürəm ki, çox şey dəyişəcək. Allah necə gətirdi, yetirdi bir üçün. Ay sənə qurban olum. Allah səni hardan gətirdi? Vallahi. Vallahi Allah'ın gərək o kişinin ürəyi təmiz olsun. Allah səni hardan gətirdi, yetirdi bir üçün. Gedək. Məni həyat quran getdi. Sənə mehman olan getdi. Torpaq anam əmanəti. Anam getdi, sonam getdi. Əhvalımı soran getdi. O yurdu boş qalan. Yaxşı, bu uşaqlıq dönəmində də ki, bir-birinizin evinə gelib gələməyiniz çox olub. Bu evlərdə gününüz, uşaqlığınız keçib burada, o boş evdə, o boş evdə, deyilmi? Bunun xeyr işində mən iştirak eləmişəm. Dəfində də iştirak eləmişəm. Yəni, Bunun dəfnində, kişi sağdır hələ. Hə, bu ev yasını. Bu ev yasını, bu ev yasını. Hə, bu kişini dedin göstərdin. Yox. Ətrin iyi də məni bir təhər eləyir, gedək görək. Dediniz məntəqəsi olub. Bu o deməkdir ki, yəni kəndin çox sayda əhalisi olub. Yəni həqiqətən indi bəziləri gizlədə bilərlər ki, əşi Təsərrüfat hara, indi 15 təsərrüfat hara. heç 15 də bəlkə də yoxdur heç. Yoxdur, o da yoxdur, ha, o da yoxdur. Biz məktəbə gedəndə A5 sinif olardı. Gördəsən. İndi 5 dənə uşaq gedir məktəbə. 6 dənə uşaq gedir məktəbə. Hamı köçdü, getdilər. Biz inələri elə buraxırıq gedirlər meşəyə gəlirlər. Onda sizin inəklər tərbiyə görüb də. Yox, tərbiyə yox, bizdə
Bilirsən, örüş çoxdur bu zonada. Ehtiyac yoxdur da. Nə oldu yəni? Niyə dua edirsən? Sən üçün eləyirəm, dedim bu kişini gətirdin, mənə zəf gəldin, ay Allah. Canım Əli dayı, canım. Özü də deyir ki, evdə mənim sözüm keçir, ha Əli dayı deyir onu. Belə olar da, Ha, kişinin evdə sözü keçmez. Amma arvadı deyir, çox istəyirəm. Ha, o istəyir, o arvada düşkündür o. El oba bilirmiş arvada düşkün olduğunu. Bilirlər. Hə Arif dayı. Arvada düşkün olduğunu hamı bilirmiş. Hamısı Assalamu aleykum. Xoş gördük. Necəsiz? Nə var, nə yox? Çox sağ ol. Adınız nədir? Ağa. Ağa bəy, siz də bu kənddənsiz. Bəli, mənim evimdir. Sizin elə biraz əvvəldən danışırıq. Yəqin biraz gec xəbəriniz oldu. Deyirəm, gözəl kənd, Əlbəttə. mənzərəli yer, boş qalan yurtlar. Təsir eləyirmi sizə? Hökmən. Buyur. Boş qalıb. Bəli. Buranın dolu olan vaxtları olub. Hə? Bura mərkəz sayılır da, hə? Bəli, bəli. Mərkəz. var, Nə? tək yaşayır. 3 dənə oğlu var. İç övlad, Bakıdadılar. Bəli, boş ver. Siz getmirsiniz. Yox, burada yaşayırıq. Yəni ata yurdundan getmirsiniz. Yox. Burada qalıram da evdə. Vay 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 vay. Amma yadınızdadır da buranın qaynayıb qarışan vaxtları. Nədir? Bu şərait yoxdur da, şərait. Benim kəndin klubu da olub yuxarıda. Bəli. Klub, məntiqə, hər şey var. Klub. Yoxdur. Vay vay vay. Amma gözəl kənddir. Əlbəttə, bəli. Övladlar deyirmi gələk bir ev quraq şərait yarada, yoxsa deyil ayətə çətindir şərait yoxdur. Çətindir də. Hərəsi öz uşaqları dolandırır. Burada nə edəcək? Yox, ancaq mən pek alıram. Onlar da işləyirlər, uşaqları gücdən dolandırır. Pensiya pulunu hardan gelib çıxardırsınız? Bankomatdan da. Mərkəzə? Avro. Saxlamış sizi orada. Hə hə. Lənkərandan da bir də. Bəli, bəli. Əvvəl yenə poçtlar zadda verirdim. İndi o da yoxdur. Hə? Yox, yox. Canımsan, canımsan. Allah qorusun sizləri. Korusun. Çox sağ ol. Qəşəng kənddir, çox qəşəng. Doğrudan valla tam səmimi deyirəm ki, bu kəndin biraz əvvəl gələndə Çingizdə deyirəm ki, otlar, yaşıllıqlar bir başqadır. Yəni o gördüyümüz Bu yaşıllıqlar. mayda, apreldə gəl, gör nədir bu. Hələ indi oktyabrda, Hələ noyabra oktyabrda, keçirik, indi- noyabrdayıq artıq. Hə, artıq Noyabrın noyabrda. neçə hədə noyabr ayındayıq. İkisidir, indi efirə gedəcək bir neçə gündən sonra. Yəni bu aylarda belə otlar şəffaflığını qoruyur. Ağaclar şəffaflığını qoruyur. Bura gələrsən aprelin axırı mayda. Gör nədir bura. Olsun Allaha. Cəmaət gedib pul verir belə yerlərdə. Bu da hazır yer bizə. Gəlsinlər də, gəlsinlər istirahət edir. Görəsən biz niyə əlimizdəkilərin qədrini bilmirik? Belə, hə. Bilirik, o Gec keçir, olur. işdən keçəndən sonra. Hə. Bu da bu kişi, bu da bu kişi. Kənd səvəti işdir. Baba, Dedi, hə. bu ev yası. Bax, onun oğlunun evidir orada. İndi İndi gedək. bir dənə də oğlu evi orada var, yuxarıda. Mantığa var onun yanında. O da xaraba olub ev, köçüb gediblər. Yəni deyir ki, vaxtında işləyib əllərində şərait yaradan insanlar da evlərini qoruya bilərdi. Çox təəssüf. Allah hamd olsun belə yerlər üçün Bakıdakılar. Mən bu efirdən sonra o qədər mesaj alıram Instagrama. Amil müəllim, o evi satmırlar, bu evi satmırlar. Biz gedək təmir eləyək. Bəzən də görürsən ki, satmırlar. Doğrudan da Şabranda olduğum evlərdə dedilər satmırlar. Onlardan biri mən, yəni mən buradan köçsəm də öz evimi satmaram. Satmaz. Heç vaxt. İndi mən öləndən sonra uşaq satar, satmaz, onun öz işidir. Ümidin var mı saxlayar yoxsa yox? Yox, mənim ümidim var ki, oğlum da mənim kimi olacaq. O da satmaz. Satmaz. Yox, satmaz. Bu nədir? Bu ağac o vaxtdan belə keçid olub bu qapıyı çalır. Bir onu göstər, ona bax nə qəribədir. Öz gəlmə belədir. anadan gəlmə belədir. Bu anada gəlmə belədir. Əvvəl o balaca olub, sonra indi bir əsrdir ya Çoxdur. çoxdur. O gedib o formada onu İndi alır. qapı kimi istifadə ediblər o vaxt onu, yoxsa? Yox, yox, hələ belə. Qapı hardan olub buranın qapısı? Qapı buranın qapısı Buradan olub. Buradan olub. Hə, indi də oradan olub tutublar, da. hə. Hə. Ağdağ adamlardıları bilirlər necə keçmək lazımdır. Təxminən asfalt yoldan, Lənkərandan çıxandan 1 saatdan çox yol gəldik. Yol çox belə sərt. Bəli. Qışda indi təsəvvür edirəm ki, sizə nəsə lazım olsa çox çətin. Sağ olsun indi müəllim qabağımıza çıxdı, bizi gətirdi. Amma mən orada eşitdim, düz deyil, indi bizdən pul istəmirdilər. Amma hamı dedi ki, o qədər çətin yolu var. Və gəldim onun şahidi oldum. Hələ bu çətin, indi çətin deyil. Hələ yaxşı dedim. Bir ay bundan qabaq çətin idi. İndi qışda da çətin olacaq da. Конечно çətin olacaq. Biz 1000 manat, 10 min bura pul sərf eləmişik. Bax bu yola. 10 min manat bizim uşaqlarımız pul göndərmişdi, bu yola sərf eləmişik. Belə qədər. Sən də çəkim.
Sənin adın nədir? Əslan. Əslat. Ay möhtəşəm. Bax, bu kəndin ən gənc nümayəndələri. O da məni çəkir. Canım ay Əslat. Gəlin. Həmişə gəlin. Gəlin Eldos müəllim, gəlin siz də qoşulun bizə. Və yer gəlmişəm, biraz əvvəl dedim, yenə də təşəkkürümü edirəm ki, bizi görən kimi müəllim də dəstəyini verdi. Bu məktəbin direktorudur Eldos müəllim. Bir daha salamlaşırıq, görüşürük çünki ayrılmışdıq. Eldos müəllim, çox möhtəşəm deyirəm, kəndin ab-havası var. Gəlin Akif dayı sizdə. Mənzərə də bir başqadır. Sizin əsliniz bu kənddəndir yoxsa yox? Bəli, bu kətdəndir. Atam buralıdır. Yuxarı kətdən. Sizin də eviniz qalırmı yerində, yoxsa orada da köç başlayıb? Yox, köçmüşük dedim. Köçmüşsünüz. Bəli. Nədir səbəb? Nə də görürsünüz indi bax gəlin gecə-gecə məntəqəyə də gedək. Yəni istəyirsiniz də insanlar heç olmasa yayda öz dədə-baba yurtlarını bərpa eləsinlər, gəlsinlər. Təbii ki, bunu hamı istəyər. Hamı istəyər. Tək ki mən bir daha deyirəm ha, bu bütün dünyada var. Rus seçimi ölkədə də var. Orada bir qəsəbənin boşalması, Qazaxıstanı deyirik. Amma insanların özündən də çox şey asılıdır ki, keç əldən. Keç, narahat olma. Sənə qurban. Sənin sözünü kəsir, hə? Buyur. Bilirsən nəyə görə? Bayaq da dedim. Bunun şəraiti olmadığı üçün cəmaət hamı köçüb gedib. Yol olmadığı üçün cəmaət köçüb gedib. Çiçeği bütün saralım. Gəl. Gəlib bu obaya da çıxdıq axır ki. Hoş gəlmisiniz. Xoş gördük. Salam, xoş gördük. Sağ ol. Hoş gəlmişsiniz. Allah köməyiniz olsun. Necəsiz? Şükür Allah'a. Biraz əvvəl danışıram. Deyirəm ki, hər kəs bilməlidir ki, bizim kreslollarda rahat əyləşməyimizin səbəbkarı şəhidlərimizdir. Yəni bunu hamı dərk eləməlidir. Amma çox təəssüf ki, bu obaların belə boş qalmağı adamın ürəyini ağrıdır. Adınız nədir sizin? Hüseyin Manafəli. Manafəli bəy. Sizin bəs? Şəhid Hadiyev Ragimin atası Teymur. Teymur bəy. Allah sizləri var eləsin. Sizlərin sayəsində bu obadan olub şəhidimiz də. Bu kənddə, bu obada yol bəlli, bir təhər zülmlə. Atanızdır mı? Yox. Qonşusuz. Amma zamanında bu kənd də qaynayıb qarışıb. Böyük kənd olur bura. Hətta. Özü köynə kənd, vurulub köynə kənd deyirlər bura. Qədim kəndlərdən. Qədim kəndlərdən olur. Burasına qeyd eləyək ki, getməmisiniz ata-baba yurdunuzu tərk eləmək. Yox, eləməmişəm. Elə anada burada olmuşam, burada da yaşamışam. Və bu bölgənin, bu zona, bu kəndlərin yeganə 44 günlük vətən müharibəsinin şəhididir. Bəli. Əskərlik eləmişdi, amma səfərbərliklə çağırıb. Səfərbərliklə. Bəli. Vətəni seçdi. Ata-ananı saxladı, vətəni seçdi, dedi gedək. Bəs ana bacılarımızı qoruyaq da. Allah rəhmət eləsin. Bu məktəbi oxumuşdu, bu obadan idi. Arasapil məktəbdə, bəli. Salam, xoş gördük. Salam, xoş gördük. Siz də bu kəndin sakinlərsiniz. Biz də elə Raqim, Allah rəhmət eləsin şəhidimizə, Teymur dayının da ocağındayıq. Yenə də xüsusi olaraq bir daha qeyd edirəm, şəkilləri təqdim elədik. Bu kəndlərin, hətta kəndlərin 44 günlük vətən müharibəsində yeganə şəhidlərindən biridir. Nəzakət ana, Allah sizləri var eləsin. Öncəliklə bunu qeyd eləmək istəyirəm. Sayənizdə belə bir oğul böyütmüsünüz və sayənizdə də vətən Qarabağ azad olub. Çünki bu anaların, ən çox da anaların zəhmətidir. Onun da otaq lövhəsini yaratmışsınız. Necə bir övlad idi? Elə burada danışa-danışa bir keçid alarıq. Çox yaxşı övlad idi. Vətənə sevgisi çox dəyərli idi. Allah bütün şəhidlərin ruhunu şad, məqamıc olsun. Mən bir oğlum olduğuma görə mən də onunla fəxr edirəm. Neynəmək olar? Allah yazısıdır. Bir oğul, bir qızdır sizdə. 2 dənə qız. 2 qız, bir oğul. Yeganə oğul idi. Bəli. Özü də döyüşdə olanda elə bizə qeyd elirdi ki, ana, narahat olmayın, hər şey yaxşıdır. Özünüzə fikir verin, özünüzə baxın. Mən yaxşıyam, narahat olmayın. Neçə gün döyüşlərdə iştirak elədi? Elə bir sentyabrın 28-i çağırış oldu. Getdilər. Oktyabrın 21-i şəhid oldu. Cəbrayılda iştirak elədi. Qubadlı ərazidə şəhid oldu. Neçə medalla tərtib edildi? 4 dənə. 4 medal. Cəbrayılın azad olması yəni. Vətən uğrunda Cəbrayıl, Qubadlı, bir də Cəsur. Cəsur. Bəli.
Gəlib ziyarət eləyirlərmi? Düzdür, yol mən açıq deyirəm, inciməsinlər. Yolsuzluq çox dəhşətdir bu kəndlərdə. Əsas da elə yenə deyirəm, düzdür, son nöqtədir bu kənd, amma heç olmasa qışda kimlərsə gəlib ziyarət eləmək istəyəcəksə bu yolla gəlməyə çox çətindir. Çətindir. Gələ bilmirlər. Heç kim də qanamaq olmaz. Yola görə. Yolumuz bərbad vəziyyətdir. Neçə dəfə müraciət eləmişik, amma Lənkəran yerə başlı baxmadı. İnşallah ki, baxsınlar. Yəni neçə dəfə deyil müraciət eləmişik, səsimizi eşitsinlər deyirlər. Və mən xüsusi olaraq qeyd eləmək istəyirəm ki, bu ailə üçün dövlət eşitdiyim qədərindən ev də ayırıb, amma ata-baba yurdumuzdur deyib. Bax, bu evi üstün tutublar. Yəni bunu da deyək. Digər evdə qızı üçün ayırıb, indi yaxşı deyilib, belə də olmalıdır, amma ata-baba yurdunu niyə tərk eləməlidir? Necə ki, Qarabağ azad oldu, cəmaət ata-baba yurduna qayıtdı. İndi bu ailə də deyir ki, mən niyə ata-baba yurdumu tərk eləməliyəm? Axı, Allah rəhmət eləsin şəhidimizə, şəhidimiz də o qardaşlarımızın ata-baba yurdunu qorumaq üçün, azad eləmək üçün gedib də. Hətta bu addıma görə sizə təşəkkür edirəm. Əskərdən gəldi, 2-3 gün burada qaldı, getdi Sumqayıta, babasının yanında qalırdı o. Orada işləyirdi, bizi saxlayırdı. Sağ olsun, çox yaxşı uşaq idi. Mən indiyənə kimi övlad böyütmüşəm. Mən ondan fəxr duyuram. Çünki o mənə incitməyib. Ana, bəli, həmişə uşaqlıqda bəli söz işlədirdi. İnansan, heç inciməmişəm də ondan. O özü, mən özüm ondan Sumqayıtda məni yola salanda mən halallıq istəmişəm öz balamdan. Mən nə biləcəkdim, o qeyb şəhid olacaq. Öz övladımdan halallıq istəmişəm. Deyirəm ki, o da bir hissiyatdır gəlib sizə. Bəli. Dedim, öz zəhməti və anaya halal elə. Deyir, ana, bu nə sözdür deyirsən? Mən deyir, siz məndən halallıq istəməməlisiniz, mən sizdən halallıq. Yəni, siz böyüdü boşa çatdırmısan məni, bu səviyyəyə çatdırmısınız. Belə. Burada görürəm arxada şəhidlərimizi şəkillər. Bunlar Lənkəranın, hə? Afərin sizə. Valla Allah sizdən razı olsun. Allah razı olsun. Belə fikir verirəm ki, yəni bunun hamısının öz, yəni bunu gətirib hansısa icra nümayəndəsi falan eləmir. Ailə özü eləyir. Ailə özü. Bunun üçün də ürək lazımdır. Bəli, öz vəsaitimizlə eləmişik. Lənkəran şəhidləri biraz əvvəl danışa ana baxıram, deyirəm valla, yəni doğrudan da gözüm biraz qaranlıq gördü. Deyirəm ki, yəni bunu eləyiblər. Axırı dayana bilmədim, soruşdum ki, yəni bunu eləmişsiniz. Çox sağ olun. Öz vəsaitimizlə eləmişik. Allah bütün şəhidləri rəhmət eləsin. Onlar da bizim balamızdır. Onlar da bizim namusumuzu qoruyublar. Torpağı azad eləyiblər, şəhid olublar. Çoxu gələ bilmirlər də, yola görə gələ bilmirlər. 5 ildir müraciət eləyirik. Deyir, hər şey düzələcək, eləyəcəyik, amma yoxdur. Yəni mən deyim ki, bunu da xüsusi olaraq burada qeyd edəcəm ki, yəni baxmayaraq bu kəndlərdə para qalsa da, boşalsa da, amma yaşayış var da. Əvvəlki kimi 100 ailə yoxdur, amma 15 ailə var, 20 ailə var. 20 buradadır, 15 oradadır, 10 oradadır. Yəni bu yolu lap demirik ki, şüşə kimi bir asfalt olsun. Heç olmasa asfalt kimi keçiləcək bir yol olsun ki, bu ailələr doğrudan da yenə də deyirəm, indi deyə bilərlər ki, şəhid o biri kənddə də var, bu biri kənddə də var. Necə ola bilər başqa rayonlarda şəhidin düz qapısına kimi o asfaltlar çəkilir. İlk növbədə çəkilirlər, qeyri-şərtsiz çəkilir. Heç olmasa bir çınqıl ola. Biz bura gəldi, 2 nəfər avtomobil dəyişdi. Yenə də deyirəm, indi bəzi hadisələr baş verdi. Deyərik, heç kimə də mən burada xəbər eləmirəm. Mən ümumiyyətlə getdiyim kəndlərdə, Allah şahidisiz, sizə, nə digərlərinə getdiyim kəndlərə xəbər eləmirəm ki, bəzi icra nümayəndələrinin, bələdiyyələrinin bilirəm addımlarını, necə qarşımı kəsdiklərini də gözəl bilir, operatorlarımız da gözəl bilir. Valla polisə kimi qabağımı kəsiblər. Mən bunları yaşamışam. Amma gəlib burada şahidi olduğum mənzərə adamın ürəyin ağrıdır. Mən hər il övladımın ilin keçirdəndə, 5 illiyi, məsələn, mövludun keçirdəndə, bu ana üçün çox ağır hissdir. Nəyə görə bunu qeyd eləyirəm? Yəni ona görə qeyd eləyirəm ki, yəni hər ana istəyir ki, yəni Ziyarət olunsun. Mən deyim sizə köməkli eləyim. Yəni deyir ki, bu yola görə xəcalət çəkirik də, utanırıq ki, cəmaata əziyyət verəcəyik. Yəni sözümü pis mənada başa düşmün, üzr istəyərək deyirəm. Açıqlığı ilə deyirəm ki, deyir utanırıq. İndi deyə bilmədi efirdən ki, adam utanır ki, indi durub gələcəklər. Yolun bərbadlığı bir yandan, avtomobil xarab olmağı, 2 avtomobil yolda xarab olub qalıb bu dəqiqə. Çünki qalın daşlar var da. Yəni heç olmasa bunlara nəzarət olunmalıdır. Sizlərə biz minnətdarıq və xalqımızın adından bax bura təşəkkürə gəlmişəm. Mənə dedilər və dedim mütləq getməliyik, mütləq gedib onların da evini ziyarət eləməliyik. Bura gəlməsi çətin olsa da. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Həkim yoxdur kənddə. Heç olmasa 5 kəndin birində bir məntəqə olsun, bir həkim olsun. Valla.
Yolumuz barbad vəziyyətdədir, gəlib gördünüz. Heç kim buna baxmır. Bir şəhid valideyn kimi yenə də sizdən xahiş edirik ki, yəni bunu işıqlandırasınız. Xahiş edirəm. Bunlar onun Nə cibində. Ad familiyası deyirlər. Bu pul da onun cibindən çıxıb. Çünki mən əməliyyatdan təzə olanda mən elə xatırladım, anam üçün pul göndərmişəm. Bu onun cibindən çıxıb bunlar. Onun telefonda provada təzə alıb deyənə heç ona qismət olmuyor. Havada almışdı. Qismət Yaraşıqlı olmuyor. olan oldu. Bu əskərlikdə artilleriya şoförü idi bu. Şoför. Bəli, artilleriya şoförü idi. Bu əskərlikdə hamısı özü gətirib xatirə kimi evində saxlayıb. Mən də onu sizə nümayiş edirəm. Bunlar da onu əskərlikdən gətirib. Bu şəhid olanda cibində idi. Sonuncu zəngi o Böyle biz nə oldu da biz? atasının oktyabr 15 atasının ad günü idi. 17-si də 15-i zəng elədi. Yenə də 13-ü zəng elədi, atasını təbrik elədi. Atasını təbrik eləyirəm. Müharibə gedirdi artıq. Bəli. Müharibə gedən vaxtı zəng elədi, təbrik elədi. Axırıncı zəngi 19 olub. Nə dedi, nə danışdı? Deyir, hər şey yaxşıdır. Danışanda sevinirdi. Sevinirdi də, Deyir, biz gülə-gülə deyir. qubadlığını almışıq. Sevinir. Sevinirdi. Sonra mənə dedilər ki, yox, şəhid olub. Dedim, yox, o yaralı olub. Mən sonra depressiyaya düşdüm. Çox ağır vəziyyətə. Yəni çətindir bu. Bir dənə övlad oldu, o da şəhid oldu. Allahın taleyini yazısına bax. Mən əməliyyat oldum, Sumqayıta getdim. Mən 3 ay, 3 həftə oğlumla orada yaşadım, qaldım. Mən ona baxırdım, mənə elə hiss gəlirdi, mən ağlayırdım. Ona baxa-baxa. Deyirdim, ayla, biz necə ata-anayıq? Oturmuşuq evimizdə, övladımız bizim üçün zəhmət çəkir burada. Yəni bizi saxlayır, mənim atam, anam, yəni heç kimə möhtac olmasın. Sumqayıtda işləyirdi də o dönəmdə. Sumqayıtda işləyirdi. Çox onun iş yoldaşları, inansa onun o ölüm xəbərini eşidəndə çox sarsıldılar. Allah sizə də kömək olsun. Gəlib şəhid valideynləri axtarırsınız. Allah sizə kömək olsun. Çox sağ olun. Nəvəniz varmı qız nəvəniz? Bəli, kiçik qızımın övladı var, bir qızı, bir oğlu. Oğlu mənim oğlumun adını daşıyır. Adı Ragimdir. Ragimlə onun adını daşıyır. Adı Ragimdir. Çox o da belə mərd uşaqdır. O istəyi siz istədiniz yoxsa qızınız kürəkən istədi? Qızım da istədi, kürəkən də. Yəni siz tərəfdən gəlməmişdi bu təklif. Xeyr, mən istəmədim. Yəni istəmə odur ki, yəni nəysə dedim qoy uşaqları özü seçim eləsin. Özü də qardaşının adını seçdi, elə qızla kürəkən. Qəriblikdən qalan ağlar, ana deyib salan ağlar. Yar məndən başqa yalan ağlar, torpaq anam əmanəti. Qəbrini görmək istərəm, könlümü vermək istərəm. Yanında ölmək istərəm, torpaq.